Qardaş, sizə 3 otaqlı bir mənzil təqdim edəcəm. Yeni Yasamalda super təmirli, 136 kvadrat. Həqiqətən də çox gözəl bir mənzil və ən əsası da çox gözəl bir binadadır. Ev var, mənzili təmiri yaxşıdır, binası zəifdir. Bina var, yaxşıdır, evin özü zəifdir. Amma burada hər şey 100%'dir. 12 mərtəbəli binanın 7-ci mərtəbəsində geniş həyət, yeraltı dayanacaq və infrastrukturla zəngin bir ərazidir. Bina ərazinin ən yaxşı binalarından biridir. 2 sürətli lifti var, geniş həyəti var. Bütün yaş obyektlərlə zəngin bir ərazidir. Yeni Yasamalda Məhəmməd Xiyabani küçəsində 12 mərtəbəli binanın 7-ci mərtəbəsində 136 kvadrat super təmirli və təmirdən sonra yaşayış olmayan bir mənzil. Mənzilini təqdim edək, videonun sonunda qiymətdə sizləri qeyd edəcəm. Xahiş edirəm sona qədər izləməyi, kanala abunə olmağı və rəy bölməsində fikirlərinizi yazmağı unutmayın. Giriş qapıdır, daxil olduq. Geniş bir hol, dəhliz hissə var. Döşəmədə qranit mərmər və istifoldan istifadə olunub. Lazer kəsimli qranit 1.20-nin 60 mərmərlərdir. İstifolla təchiz olunub. Bu hissədə qardırob üçün ayrılmış zolaq hissə var və burada belə bir gözəl tablo və bura hissə ilə təchiz olunub. Divarda lepka işləmələrdən və aboylardan istifadə olunub. Süpürgəliklər qapı materialından, yəni MDF-dir, plastikdir, onu da qeyd edim. Belə bir gözəl qonaq otağımız var. Baxın, təqribi bir 30 kvadrat ölçüyə yaxın bir qonaq otağı. Cənub-qərb istiqamətində baxır, gün düşən bir mənzildir. Burada mənzilin eyvan hissəsi yerləşir. Ümumiyyətlə 2 eyvan var, biri bağlıdır, biri açıqdır. Qeyd edim, heç bir eyvan mənzilə qatılmayıb. Proyekt nədirsə, o şəkildə də təmir olunur mənzilin. Yəni proyektdə heç bir dəyişiklik yoxdur. Yəni radnoy nədirsə odur, qardaş. Burada mənzilin mətbəx hissəsidir. Kifayət qədər geniş mətbəx var. Yəni əgər istəsəz dəhlizdən istifadə etməsəz, eyvan vasitəsilə mənzilə, yəni qonaq otağına servisinizi rahat edə bilərsiniz. Tam boy tavana qədər yığılmış membran deyil, akril mətbəx hissəsi var. Üzəri marçivandır, yəni mərmər deyil, onu qeyd edim. Soyuducu və paltaryan və qabyan üçün ayrılmış zolaq hissələr var. Yəni bu şəkildədir. Burada da döşəmə qranit mərmərdir. Divarda lepka işləmələr və daraq işləmələr, arası güzgü daraq işləmələr var. Dəhliz boyunca bu şəkildə gedirik və burada 2 yataq otağı bizi qarşılayır. Bir kiçik yataq otağımız burada yerləşir. Göstərənə zəhmət olmasa. Ölçü olaraq kifayət qədər genişdir. Sadəcə bura kiçik yataq otağı deməyimizin səbəbi buradakı dizaynı əsasındadır və buradan açıq bir eyvana çıxışı var. Hündürlüyü 3 metrə yaxındır. Tavanda da gözəl fiqurlardan, spotlardan istifadə olunub. Burada isə mənzilin valideyn yataq otağıdır. Yəni dizayn ona əsas verir ki, buna biz valideyn yataq otağı deyirik. Bütün əşyalarınızı bura rahatlıqla yerləşdirə bilərsiniz. Qardırobunuzu, yataq dəstinizi, make-up masanızı, kondisionerinizi, yəni hər bir detalı buraya rahatlıqla yerləşdirə bilirsiniz və buranın da özünə aid eyvan hissəsi var. Qazı, suyu, işığı daimidir. İstilik sistemi fərdi kombidir. Binanın qabağından 17, 39, 7 və bir çox avtobus xəttləri 193, 211, 194 avtobusa düz binanın qabağından keçir. Burada mənzilin hamam hissəsi yerləşir. Baxın, çox geniş bir hamam hissəsi var. Hamam tualet burada bir yerdədir, bir əlavə olaraq bir tualetdir. Yəni ayrı-ayrılıqdadır. Ayrı-ayrı deməyək, həm hamam tualet, həm də tualet var. Yəni 3 otaqlı mənzillərdə ən xas xüsusiyyətlərdən biri bu olmalıdır. Burada isə ayrı bir tualet hissəsidir. Qeyd edim, mənzil təmirsiz olub, sıfırdan təmir olunub. Yəni mənzillər var, girirsiniz, asfijit olunub, üzdən təmir olunub. Xeyr, bu mənzil sıfırdan təmir olunub. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Məhəmməd Xiyabani küçəsində 12 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Binada geniş həyət, yeraltı dayanacaq, 2 sürətli lift, kupça var, dövlət ipotekasına da yararlıdır, qeydiyyatda heç kim yoxdur. Alqı-satqı günü mənzilin açarı təhvil verilir. Açar məndədir, gün ərzində mənzilə əyani şəkildə baxmaq mümkündür. Qiymət 298 min manat ev sahibi tərəfindən deyilir. Real alıcı olarsa endirim də nəzərdə tutulur. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək. Sağ olun.